Paşinyan Ermənistan hökumətinin istifasını elan etdi. Kanala abunə olub video beğenmeyi unutmayın. İyunun 7-sində keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən yeni Nazirlər Kabinetinin formalaşması ilə əlaqədar olaraq Ermənistan hökuməti avqustun 2-sində istifaya gedəcək. Axaraza xəbər veririk ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bugün hökumətin iclasında bildirib. Biz bazar günü 2 avqust istifa verəcəyik. Bugün hökumətin bu təbliğində son iclaslar keçirilir. O bildirib. Baş nazir xatırladıb ki, parlamentin yeni təbliğində ilk iclas günü köhnə hökumət istifa verir. Bundan sonra Ermənistan prezidenti parlamentdə çoxluğa malik partiyanın namizədini baş nazir postuna təyin edəcək. Qeyd edək ki, iyunun 7-sində keçirilmiş parlament seçkilərində Paşinyanın təmsil etdiyi Hakim Vətəndaş Müqaviləsi partiyası qalib gəlib və yeni hökumət müstəqil şəkildə formalaşdırmaq üsulunu qəbul edib.